Yaradılış. 20-ci fəsil. İbrahim və Avmelek. İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı. İbrahim orada arvadı Sara barəsində bu mənim bacımdır söylədi. Gerar padşahı Avmelek adam göndərib Saranı apardı. Amma gecə yuxuda Allah Avmelekə görünüb dedi: "Apardığın qadına görə sən öləcəksən, çünki o bir nəfərin arvadıdır." Avmelek qadına toxunmamışdı. O dedi: "Ya Rəbb, məyər sən günahsız xalqı öldürə bilərsən? Bu adam mənə bu mənim bacımdır demədimi? Qadın özü də o mənim qardaşımdır dedi. Mən bunu sadədillik və təmiz niyyətlə elədim." Allah yuxuda dedi: "Mən də bilirəm ki, sən bunu sadədilliklə elədin. Buna görə də səni ona toxunmağa qoymayaraq mənə qarşı günah eləməkdən saxladım. İndi isə qadını ərinə qaytar, çünki o peyğəmbərdir. Sənin üçün dua eləyər, salamat qalarsan. Amma qadını qaytarmasan, özün və bütün nəslin hökmən öləcək." Avmelek səhər tezdən qalxıb bütün adamlarını çağırdı. Bu sözləri onların qarşısında söylədi. Adamlar çox qorxdular. Avmelek İbrahimi çağırıb ona dedi: "Bizə neynədin? Sənə qarşı nə günah elədim ki, özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər elədin." Avmelek yenə İbrahimə dedi: "Bu işi görəndə nə düşünürdün?" İbrahim dedi: "Düşünürdüm ki, burada Allah qorxusu yoxdur. Arvadıma görə məni öldürəcəklər. O doğrudan da mənim bacımdır. Atamız birdir, amma anamız ayrıdır. Mən onu arvad aldım. Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim: Mənə bu cür yaxşılıq elə. Gedəcəyimiz hər yerdə mənim barəmdə bu mənim qardaşımdır söylə." Avmelek İbrahimə qoyun keçi, malqara, qullar və qarabaşlar verdi. Arvadı Saranı da ona qaytardı. Avmelek dedi: "Mənim ölkəm sənin önündədir. İstədiyin yerdə yaşaya bilərsən." Sonra Saraya dedi: "Bax, qardaşına 1000 parça gümüş verdim. Qoy bu gümüş sənin yanındakılara günahsızlığını göstərən bir sübut olsun. Hər kəs sənin günahsız olduğunu bilsin." İbrahim Allaha dua elədi. Allah da Avmelekə, onun arvadına və cariyələrinə şəfa verdi. Onların uşaqları oldu. Çünki Rəbb İbrahimin arvadı Saradan ötürü Avmelekin evində olan bütün qadınların bətnini bağlamışdı.